Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə paytaxtda vətəndaşın boynuna kəmər bağlayıb, əzab verməkdə təqsirləndirilən Aydın Qurbanov və Turan Rufullayevin cinayət işi üzrə hökm oxunub. Aparılmış istintaq zamanı müəyyən edilib ki, Aydın Qurbanov tanışı Turan Rufullayev və şəxsiyyəti istintaqla araşdırılan Elnur adlı şəxslə birlikdə əzab vermə cinayətinin törədilməsi barədə razılaşaraq cinayət əlaqəsinə giriblər. Aralarında yaranmış mübahisədən sonra Aydın Qurbanov şalvarının kəmərini çıxararaq avtomobildə əyləşmiş Elşən İbrahimovun boynuna keçirib. Aydın yol boyu kəmərdən tutaraq mütəmadi dartmaqla Elşəni boğaraq güclü fiziki ağrı və psixi istirablara verib. Qəddar, ləyaqəti alçaldan və qeyri-insani rəftar və davranışa məruz qoyub. İttiham haqqında göstərilib ki, Aydın Elşənin ünvanına qardaşlarımı və qardaşlarımın doğmalarını söyəni it kimi tutmuşam. Mənim adım Aydındır, Gəncəliyəm. Bax, it kimi gəzdirirəm, it kimi. Hamı görsün, hamı da bu gün görəcək sözlərini səsləndirib. Bu zaman şəxsiyyəti istintaqla araşdırılan Elnur adlı şəxs bunu öz mobil telefonu vasitəsilə TikTokda canlı yayımda paylaşıb. Daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində Aydın Qurbanov və Turan Rufullayev saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətiriliblər. Məhkəmənin hökmünə əsasən Aydın Qurbanov 5 il, Turan Rufullayev isə 4 il müddətinə azadlıqdan məhrum edilib.